Salam, hər vaxtınız xeyir. Bugün biz doymuş bir əsaslı karbon turşularının topludan izahına baxaq. Birinci sualımız 2 metil butan turşusunun formulunu. Butan isə 4 karbon axtarırıq və ikinci karbonda metil qrupu, yəni karboksilin yanındakı karbon metil qrupunu saxlamalıdır. Yəni bu da 1, 2, 3, 4 doğru variant A variantıdır. Doymuş bir əsaslı karbon turşuların ümumi formulu deyirsə, ümumi formul CnH2n O2 şəklində yazılır. Yəni CnH2n O2 şəklində və yaxud da CnH2n plus 1 COOH şəklində yazılır. Ona görə doğru variant D variantıdır. Sirkə turşusunun laboratoriyada almaq üçün deməli duzun üzərinə qüvvətli turşu gəlirik. Yəni duzun üzərinə qüvvətli turşu doğru variant B variantıdır. Sənədə sirkə turşusunu deməli turşusunun bir mərhələdə alınması üçün istifadə olunur. Butanın temperatur katalitik oksidləşməsindən istifadə olunur. Adi şəraitdə bərk deməli haldadır deyirsə, artıq biz deməli karbon sayı 9-dan yuxarı olanları götürürük. Yəni bu da palmitin turşusudur. Doğru variant A variantıdır. Propion turşusu, propion 3 karbonlu turşudur. Hansı reaksiya daxil olmur? Efirləşmə reaksiyasına daxil olan xlorla əvəz etmə, metalla əvəz etmə, neytrallaşma ümumiyyətlə turşularla reaksiya gedən bir reaksiyadır. Polimerləşmə, çünki propion doymuş radikaldan əmələ gəlmiş turşudur. Qarışqa turşusu qatı sulfat turşusu ilə qızdırdıqda qarışqa turşusunun formulu HCOOH-dır. Qatı sulfat turşusu buradan suyu çıxardır. CO molekulu qalır. Doğru variant B variantıdır. Hansı turşu daha qüvvətlidir? Biz bilirik ki, flor, xlor, brom, yod istiqamətində oksidləşdiricilik azalır, ancaq flora doğru artır. Ona görə flor harda varsa, deməli orada karbon turşularının oksidləşdirici qabiliyyəti daha qüvvətlidir. Yəni turşuluğu qüvvətlidir. Doğru variant A variantıdır. Burada deməli karbon qazı, su və 2 mol gümüş çökür. Deməli 2 mol gümüş çökür. Karbon qazı C-olan variantı silirsiniz. Aldehid yoxdur. CH4 yoxdur. Doğru variant C variantıdır. Hansı reaksiya səhvdir? Məsələn, birinci reaksiya doğrudur, çünki turşu alınır. İkinci reaksiya deməli turş sulfat suyu çəkir, CO alınır. Doğrudur. Üçüncü reaksiya gümüş güzgü reaksiyasına qarışqa turşusu gedir. Doğrudur. Daha sonra dördüncü reaksiyaya baxaq. Burada qatı sulfat turşusu. Deməli bu yanlışdır. Bizdən səhvi soruşur. Elə doğru variant D variantıdır. CO3 mol hidrogen, 2 mol hidrogenlə deməli metanol spirtinə verir. Daha sonra hansı reaksiyanın alınan maddə ilə etilen qlikolu qarışqa turşusunu, etilen qlikolu və qarışqa turşusunu təyin etmək olar. Biz bilirik ki, etilen qlikol çox atomlu spirti kuprum OH2 ilə təyin olunur. Qarışqa turşusu istisna edir ki, o da deməli təyin olunur. Doğru variant D variantıdır. Daha sonra demək baxaq 12-ci suala. Hansı reaksiya zamanı aldehidlər karbon turşularına çevrilir? Oksidləşmə reaksiyaları. Bunu keçən dərsimizdən də bilirik. Sirkə turşusu sənayedə hansı üsulla? Sənayedə butanın katalitik oksidləşməsindən alınır. Doğru variant B variantıdır. Hansı sırada eyni adlar göstərilmişdir? Aseton, propanal, biri aldehiddir, biri ketonlu, gliserin 3 atomludur, etil glikol 2 atomludur. Sirkə turşusu elə doğru variant budur. Sirkə turşusu və deməli etan turşusu, asetat turşusu da verə bilərdi. Doğru variant C variantıdır. 15-ci sualda hansı turşunun duzları farmiyatlar, yəni qarışqa turşusunun qalıqları olmalıdır. HCOO axtarırsınız. Doğru variant Y variantıdır. Elə turşunun özünü soruşurmuş. Asetatlar dedikdə CH3, COOH axtarırıq. Doğru variant D variantıdır. Xlorun asetat turşusu ilə asetat turşusu CH3, COOH-dır. Orada hidrogenin biri xlorla əvəz olunur. CH2 xlor və COOH doğru variant B variantıdır. A variantında aldehiddir. Burada əvəz etmə funksiyonalda gedib olmaz. Burada da demək xlorun propan turşusu ilə propan turşusu C2H5COOH-dır. Açıq şəkildə yazsanız CH3, CH2 COOH. Bu zaman COH qrupunun yanındakı karbonu əvəz etmə gedir. Xlor burada olur. Hidrogenin biri çıxır. O da CH3, CH xlor. Doğru variant Y variantıdır. Sirkə turşusu alınmır.
Sirkə turşusu alınmır deyirsə, buradan sirkə turşusu alınır. CH3, COOH. İkinci də deməli CH3, CH2, OH spirt alınır. Doğru variant elə B variantıdır. Qarışqa turşusunun sirkə turşusundan necə fərqləndirmək olar? Qarışqa turşusunda aldehid qrupu, ancaq sirkə turşusunda yalnız turşu qrupu vardır. Ona görə də gümüş piroksidlə təyin etmək olar, fərqləndirmək olar. Birinci sualda qarışqa turşusunun propion turşusundan necə fərqləndirmək olar? Yəni kuprum OH2 və yaxud da gümüş 2O-nun amoniaklı məhlulu ilə fərqləndirmək olar. Qarışqa turşusu sənayedə hansı üsulla? Sənaye üsulu dedikdə deməli mürəkkəb efirin hidrolizi bu laboratoriya üsuludur. Metanın katalitik oksidləşməsindən ala bilərik. Etil spirtin oksidləşməsi laboratoriya üsuludur. Krekingi deyil. O doğru variant D variantıdır. Deməli son məhsulu göstərin. Burada da kuprum 2O çökür, su və karbon qazı alınır. Doğru variant demək C variantıdır. Daha sonra 24-cü bir əsaslı karbon turşuları dedikdə COOH qrupunu axtarırıq. Yəni bizdə funksional qrup COOH qrupudur. Doğru variant C variantıdır. COOH qrupu turşulara məxsusdur. Ona görə doğru variant E variantıdır. Funksional qrup yəni turşulara, karbon turşularına doğru variant B variantıdır. Karboksil qrupu deyirsə karbon və 2 dənə oksigen doğru variant C variantıdır. Burada da hansı sinif birləşmələrdirsə, deməli karbon Y variantıdır. Daha sonra 29-cu sualda N-ə 0 qoyduqda biz qarışqa turşusunu alırıq. Doğru variant deməli A variantıdır. Yağ əmələ gətirməyən biz bilirik ki, yağı karbonları 15-dən yuxarı olan nümayəndələri götürürük. 1-dən 2 əmələ gətirir. Yalnız 3 əmələ gətirmir. Doğru variant Y variantıdır. Lakmusu qızardır, adi şəraitdə maye halda olan maddədirsə, deməli biz turşulardan danışırıq. Doğru variant B variantıdır. Adi şəraitdə lakmusu qızardır və adi şəraitdə mayedirsə, demək biz yəni turşuları, qarışqa turşusunu götürürük. A variantıdır. Stearin turşusunun molekuluna neçə hidrogen atomu var? Stearin turşusu C17H35COOH qrupudur. Hidrogen toplasaq 36, karbonu toplasaq 18. Hidrogen soruşduğuna görə biz 36 götürürük. Palmitində də bu cürə tapa bilərsiniz. Deməli, karbon turşuların nisbi molekul kütləsi artdıqca izomerlərinin sayı artır, ancaq suda həll olma qabiliyyəti azalır, artır, azalır. Doğru variant A variantıdır. Sirkə turşusu hansı maddə ilə reaksiya daxil olmur? Sirkə turşusu hidrogendən sonra gələn metalları deməli çıxarda bilmirlər. Ona görə doğru variant B variantıdır. Reaksiya daxil olmur, yəni kuprumdur. Beşliklərin içərisindədir bu metallar. Onlar hidrogen ayırmırlar. Bir əsaslı karbon turşusunun molekulunda hansı funksional qrup vardır? Karbon turşusu deyirsə funksional qrup karboksil qrupudur. A variantı. Turşuları göstərin deyirsə COH qrupunu axtarırsınız. Ona görə doğru variant 1, 2, 3, 1, 2, 3 A, C variantıdır. Turşuları yenə göstərin. COH qrupu aldehid qrupudur. Turşu da 2, 4, 1, 2, 4, 1, 2, 4 doğru variant Y variantıdır. Daha sonra 41-ci sualda sirkə turşusunun dehidratlaşmasından, yəni anhidridə çevrilməsindən alınan elə deməli A variantıdır. Hidrogenləşdikdə deməli burada aldehid dehidrogenləşdikdə spirt alınır, yəni CH3OH. Burada isə turşuya çevrilir HCOOH. CH3OH, HCOOH 2 karbon. Biz məhsul reagentdə 1 karbondur, 2 karbon ola bilməz. CO ola bilməz. Ona görə doğru variant deməli spirt və turşu Y variantıdır. Qarışqa turşusu hansı maddələr qarşılıqlı təsirdə olmur? Turşu deməli 5-lə reaksiya daxil olmur. Xloriddən zəif turşudur. Ona görə 3-ü çıxartmır. 3, 5 doğru variant D variantıdır. Burada OH-la girir. Karbonatdan qüvvətli çıxardır. Gümüş güzgüyə girir. Ona görə 3, 5. X maddəsi aldehiddir deyirsə, əgər biz burada kuprum OH2-nin oksidləşməsindən qarışqa turşusunu almışızsa, deməli burada aldehid götürmüşük. Deməli birli spirtlərin reduksiya kuprum O ilə oksidləşməsindən aldehid alınır 1, 2. Ancaq burada
neytrallaşma reaksiyası gedirdi. Çünkü duz ve su alınıbdı. Ona göre 1-2 doğru cevap Y variantıdır. 45-ci sualda hansı sxemdə qarışqa turşusu reduksiya edicidir? Yəni reduksiya edici üst artmalıdır. Baxaq görək. Burada CO alınır. Müsbət -2, -2, müsbət 1 hidrogenlər. Deməli müsbət 2-dən demək müsbət 2-yə. Burada dəyişmir 1 olan variantları dərhal silirik. Daha sonra burada alınır karbon qazı -2, -2, müsbət 1, müsbət 2, müsbət 1. Bunlar deməli 0 eləyir bir-birini. Bura biz müsbət 2 qoyuruq. Burada da müsbət 4. Müsbət 4 isə üst artdısa reduksiya edicidir. 2-ni götürürük. 2 olan variantı saxlayırıq. 3-cü suala baxırsınız. Burada efirləşmə reaksiyasında oksidləşmə reduksiya reaksiyası deyil. 3-ü dərhal silirik. Demək doğru variant D variantı olacaqdır. Sirkə anhidridi molekulunun neçə sigma, neçə pi rabitəsi var? Sirkə anhidridini açıq şəkildə yazsanız görərsiniz. Deməli pi rabitələri 2 dənədir. 2 dənə pi rabitələri olan variantları saxlayırıq. Atomların sayı 1, 2, 3, 4, 5, 6, 3 də burada 9, 10, 13. 13 dənə deməli atom varsa birini çıxırsınız. 12 dənə sigma. Deməli doğru variant Y variantıdır. 47-ci sualda deməli uyğun əgər 2n plus 2-dirsə artıq doymuş turşudur. Olein doymamışdı, linol doymamışdı. Doğru variant 2, 3. C variantıdır. Su alınır deyirsə, demək burada demək baxaq görək hansı reaksiyada alınır. Suyun alınması ilə gedən reaksiyalardır. Burada CO üstəgəl hidrogen burada alınmır. Burada CH3, CH2, OH burada alınmır. Burada CH2 xlor, COOH üzərinə H xlor burada da alınmır. Deməli aldehiddir, turşuya çevrilir. Burada alınır HCOOH. Üzərinə gəlirik kuprum 2O. Demək və bir də su alınır. A variantından isə CH4 alınır və natrium 2CO3 su alınır deyirsə doğru variant B variantıdır. Su alınmır deyirsə deməli elə onda B variantı olacaq. Çünki CH4 ilə natrium 2CO3 alınır. Hansı sırada maddələr təzə çökmüş mis-2 hidroksidlə təyin olunur? Deməli biz burada çox atomlu spirt axtarmalıyıq. Deməli çox atomlu spirt axtarmalıyıq. Daha sonra qarışqanın turşusunu və bir də aldehidləri axtarmalıyıq. Çünki bu 3 maddələr kuprum H2 ilə təyin olunur. Yəqin ki doğru variant A variantıdır. Çünki qarışqa turşusu gliserin çox atomda, asetaldehid, aldehid, sirkə turşusu B variantın pozur, fenol pozur, sirkə turşusu pozur, etanol bir atomludur, kuprum O ilə təyin olunur. İnşallah növbəti videolarda 51-dən davamını izah edərik.